Herkese salam. Bugün Azərbaycanda problem olarak gördüğüm bir şey hakkında danışmaq istəyirəm sizə. Hansı ki, xarici çıxandan sonra diqqətimi çəkməyə başladı. Bizim Azərbaycanda insanların daha çox fizioterapiyə başvurma səbəbi əksər hallarda duruş pozuntularıdır. Uşaqlar da, böyüklər də eyni şəkildə. Amma xaricdə daha çox yəni fizioterapiyə getmək ciddi bir şeydir və bunun üçün ciddi bir travma almaq və ya yaralanmış olmaları, əməliyyat sonrası durumlarda istifadə olunan bir şeydir. Amma bunun səbəbi onlarda duruş pozuntusunun olmamasıdır. Yəni insanlar bizdəkindən daha çox oturaq həyat tərzi sürmələri lazımkən, çünki masa başı iş burada daha çoxdur sözsüz ki. Eyni zamanda bədənlərinin də qayğılarına qalırlar və hərəkətli həyat tərzlərinə də bir yandan davam edirlər. Bizdə Azərbaycanda bunun çox ciddi əksikliyi var. Çünki böyük ehtimal həm zaten olunmayan bir şeydir, həm də ki elə bir şərait də yoxdur, mən düşünürəm ki, Azərbaycanda. Ona görə çox diqqətimi çəkdi, bunu demək istədim. Yəni yolda baxırsan ki, insanlarda heç birisində pis bir postür deyim, bizdəki kimi ayaq deformasiyaları deyim, gözlə görsənən yoxdur. Çox maraqlıdır. Ümid edirəm ki, Azərbaycanda da bir gün bu vəziyyət dəyişər və insanlar öz bədənlərinin ən azından qayğısına qalıb postürlərini qorumağı biraz önemli hale getirirler.